Gəncədə tədbirdə iştirak edirik. Türk soylu bütün sənətlərlə bağlı. Hal-hazırda da Yunus Əmrə çadırının yanında Ebru sənəti ilə məşğuluq. Bu qədim türk sənətidir. Azərbaycanda da bu sənət olub. Nizami Gəncəvin əsərində də keçir Ebru sənəti. Zamanla unutturulub, amma biz də bunu təzədən yenidən xatırlatırıq. Kim istəsə, Ebru sənəti ilə məşğul olmaq istəsə, buyursunlar bizim Yunus Əmrə İnstitutuna müraciət eləsinlər. Biz bunu aynalı yazırıq, tərs, kağıza düzgün çıxsın deyə. Tamam. Bu da əjdahaya oxşadı. Bu da bizdən sizə. Oy, çox sağ olun. Bəsdir də. Sağ ol. Neyləri bitti? Tamam. Bitti. Götür də. Beğendirmişsən bir Götür. Al bunu da bazaya verəsən. Götür. Çok hoşuma geldi. Bunu da götür. Bunu da qaqaşa verəsən. Güzel. Ebru sənəti bizim gözəl qədim sənətimizdir. Ümumtürk sənətdir. Bəli, burada istifadə etdiyimiz bütün boyalar təbiidir. Bu alanda hal-hazırda dərs deyirəm. Belə də gedək. Və ara-sıra belə festivallarda da iştirak edirik. Çox gözəl bizim Gəncədə festivalımız var. Çok öptürdüm ama. Sanatı öyrəndim. Yaxşı. Ayşəyə bir dənə buradan gül də qoyaq. Boşluq var bizdə. Tam da yerini tutsun. Masanı tərpədirik yenə. Ders konuşacak da. Bu sizin öz işinizdir. Başka işiniz var ya, toplu olarak mı? Yəni mən rəssamam.